Bugün ölkə başçısı haqqında bir video paylaşdım və çoxdandır düşündüyüm bir şeyi qərara gəldim ki, bu günləri elə bu mövzunu da sizlə bölüşüm və bu videonu hazırladım ki, indi paylaşım və siz də qatılasınız və fikirlərinizi deyəsiniz. Mən neçənci dəfədir ki, ölkə başçısı haqqında videolar hazırlayıram, paylaşıram və qəribədir ki, o videoların altında heç kim şərh yazmır. Bir-iki dəfə başqa sosial şəbəkələrdə bir-iki dənə negativ şeylər yazanlar oldu. Tək bir-iki nəfər. İnsanlar qəribə bilmirəm, yəni nə ad verim ona, qorxu deyim, ya nə deyim. Yəni videonu hazırlayan mənəm, paylaşıram. Yəni mənə də ki, heç kim heç nə demir də, yəni gözünüzün qabağındayım. Yəni bundan ötürü məni cəzalandırsaydılar, çoxdan cəzalandırardılar. Niyə insanlar yəni susur? Bu çox maraqlıdır. Niyə qorxur yazmağa? Qəribə bir şeydir. Bu günləri tam başqa bir mövzuda bir sual vermək istəyirəm sizə. Mənim bununla bağlı özümün fikrim var. Mən öz fikrimi başqa bir videoda paylaşacağım. Bu günləri biz motivasiya, arzular, düşüncələr və xəyallar qururuq və mənə maraqlıdır ki, heç bu xəyalların içində prezident olmaq istəyən bir xəyalı olan var görəsən. Sualımız o deyil. Yəni o şərh yazmağa qorxan insanlar, yəni bu fikrə ümumiyyətlə düşməyi belə ağıllarına gətirməzlər. Belə. Amma bu xof, niyə bu qorxu haradan yaranıb mən bilmirəm. Və yaxud bu qorxu deyil, başqa nədir bilmirəm. Niyə belə susqunluqdur bilmirəm. Və yaxud da o negativ yazan insanlar. İndi sizə belə bir sual verim. Və bu suala cavabları bu videonun altında yazmağınızı istəyirəm. Yəni, çox istəyirəm bunu və videonu paylaşan mənəm. Yəni, bir məsuliyyəti olsa da, yəni mənim daşıyıram bu məsuliyyəti. Sadəcə maraqlıdır. Bax, hər birimiz bir anlıq bir xəyal dünyası olaraq düşünün ki, bu günləri hər birimizin bir fikri var. Belə eləyərdim, belə eləyərdim, belə eləyərdim. Bax, o fikirləri cəmləşdir bir cümlə şəklində və bu videonun altına yaz. Ki, bax, sən təsəvvür elə ki, gecə yatırsan, səhər durursan ki, ölkənin prezidentisən. Və xəyaldır da, keçib, həyata keçib, təzahür eləyib və oturmuşsan prezident aparatında, telefonlar, stol, masa, küfəş, əla. Və birinci nəyi dəyişərdin? Bax, hansı qərarı verərdin? Nə addım atardın? Nə edərdin? Bunu kimliyindən asılı olmayaraq hər kəs öz fikrini yaza bilər. Qadın da, kişi də, narazı olan da, razı olan da, yaz da. Mən inanmıram ki, bundan ötürü bizə kimsə nəsə desin. Yəni, burada nə var ki, nə deyəcəklər ki? Sadəcə fikirlərimizi yazırıq. Mən də yazacağım. Nə edərdin? Bax, birinci verdiyin qərar nə olardı? Nəyi dəyişmək istəyərdin? Nəyi necə eləmək istəyərdin? Nə eləmək istəyərdin? Yəni, bax, beynində qaynayan o fikirləri yığ topala, sənə yaxşı, xoş olmayan, bax, bunu mən dəyişərdim və yaxud bunu əlavə eləyərdim və yaxud filan kəsi işdən çıxardardım, filan kəsi, nə istəyirsən, bax, sərbəst şəkildə yaz. Və mən əminəm ki, yenə deyirəm, buna ötürüb bizə heç kiməsə deməyəcək, yəni, inanmıram ki, yəni bizim demokratik ölkədə yaşayırıq, söz azadlığımız var və mən bunu eləyərdim deməklə də, yəni bu bizə heç kim heç nə eləməyəcək. Mən
Əminliklə deyirəm ki, buna görə biz yəni görürsüz də nə qədər vaxt paylaşırıq, danışırıq, heç kimin də bizlə işi yoxdur. Bu mövzuda mütləq şərhlərinizi yazın. Maraqlıdır. O narazı olan insanlar var, negativ yazan insanlar ki var. Gəl sən də yaz fikrini. Bax, neyniyərdin? Rahat deyə, belə kənardan belə asıb kəsmək rahatdır. Özlük bir anlıq orada gör. Yəni ki, o məsuliyyəti hiss elə, belə içdən hiss elə ki, sənsən. Oturmuşsan və neyniyərdin? Gözləyirəm şərhlərinizi və mən ümid edirəm ki, bu dəfə videonun altı boş qalmayacaq və hər kəs rahat şəkildə öz fikrini burada yazacaq. Əgər sən sabah ayılıb özünü bu ölkənin prezidenti kimi görsəydin, birinci verəcəyin qərar hansı olardı? Hansı dəyişikliyi eləyərdin, hansı təklifi, hansı əmri, kimi işdən çıxardardın, kimi işə götürərdin, neyniyərdin? Bir prezident olaraq hansı addım atardın? Buyurun, fikirlərinizi bildirin.